4 GPA ilə oxuyursan, bunun sirri nədir? Keyfiyyətli oxuma metodu nədir mənim üçün? Birindən tutmuş nazirinə qədər hər bir hüquqşünasın, hüquq tələbəsinin daha doğrusu arzusu, xəyalıdır bu. Səncə 8000 ödəməyə dəyər, yəni buna görə? Mən çox heyfsilənirəm həqiqətən ki, bunu əvvəlcədən bilmirdim. Bütün günü kitab üzərində qalmışam, ancaq oxuyuram. İlk 2 il həddindən artıq çətindir. Dərslərin materialı, həcmi olduqca çox. Hüquqa başlayanda bir növ materialların çoxluğu məni həqiqətən çox qorxur. Mən bir bilinməzliyin içinə gedirdim. Qorxmayın. Qorxmayın, qorxmayın. Salamlar, 2X Akademiyaya xoş gəlmisiniz. Bugün Nihat Muxtarlı ilə bərabər ADA Universiteti Hüquq Fakültəsi və Hüquq İxtisası haqqında danışacağıq. Salam Nihat, necəsən? Salam, sağ ol, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Bugün hüquq ixtisası haqqında danışacağıq. Bu hüquq ixtisası bütün dünyada öz çətinliyi ilə tanınır. Bu Azərbaycanda da belədir, xüsusilə də ADA Universitetində. Amma sən bildiyim qədərilə 4 GPA ilə oxuyursan. Bunun sirri nədir? Valla istəyirsən belə başlayaq ki, GPA nədir? Bəlkə bilməyənlər olar. GPA Grade Point Average, yəni ortalama müvəffəqiyyət göstəricisi kimi bizə tərcümə olunur və şagirdin, tələbənin dərslərdən topladığı, belə deyək, ümumi qiymətin ortalamasıdır. Bunun bir növ rəqəmsal formada əks olunmasıdır və dünya praktikasında GPA müxtəlif ballar üzrə ölçülür. Bu əsasən 4 və 5-dir. Azərbaycanda əksər universitetlər isə 4 ballıq GPA sistemi üzrə fəaliyyət göstərirlər. Bunlardan biri də məhz ADA Universitetidir. Və qaldı ki, sualın digər hissəsinə. Bəli, mən 4 GPA toplamışam. Bu kifayət qədər yüksək akademik nəticədir. Belə ki, maksimum nəticədir. Çünki ADA Universitetinin daxili qaydalarına görə maksimum GPA 4 bal üzərindən götürülür. Və burada tez-tez ünvanlanan suallardan biri budur ki, nə dərəcədə çətindir 4 GPA yığmaq, nələr etmək lazımdır 4 GPA yığmaq üçün. Əslində qaldıqda bu bir növ individual məsələdir və bu sual mənə hər zaman ünvanlananda mən də belə cavab verirəm. Çünki tələbənin, belə deyək, potensialı və dərsə yanaşması fərqlənir və bu baxımdan hərə müxtəlif cür hazırlaşmalıdır, müxtəlif növ, belə deyək, tədbirlər görməlidir ki, belə bir nəticəyə əldə etsin. Mən öz praktikamdan, belə deyək, danışmalı olsam, ümumiyyətlə dərslərimə maksimum dərəcədə məsuliyyətli yanaşmağa çalışıram. Çünki düşünürəm ki, uğurun, yüksək göstəricinin əsas təməllərindən biri də məhz, belə deyək, bu məsuliyyət hissidir. Bununla yanaşı, mən düşünürəm ki, dərsə, fənnə sərf edilən vaxtdan çox həmin dərsin keyfiyyətli, belə deyək, hazırlanması daha önəmlidir, prioritetdir. Bu keyfiyyətli oxuma metodu nədir mənim üçün? Mən əlaqələndirməyi və analizi dərsdə çox sevirəm. Yəni, tutaq ki, belə fərz edin, hər hansı bir mövzu 6-cı həftədə keçilib və 8-ci həftədə növbəti bir fərqli mövzu keçiləndə mən çalışıram ki, o əvvəlki mövzularla əlaqələndirim, bir analiz qurum və onlar arasında bir bağ yaradım. Bu, düşünürəm ki, mənim keyfiyyətli oxuma metodumdur. Başqa bir sual da budur ki, bəs sizcə keyfiyyətli oxuma müddəti nə qədərdir? Nə qədər müddət oxumalıyam ki, dərsə keyfiyyətli hazırlaşa bilim? Bu da individual bir məsələdir. Məndən soruşsaz, mən buna sərf etdiyim maksimum müddət 3 saat müddətdir ki, mən bundan çox sərf etmirəm. Amma təbii ki, bu o demək deyil ki, bu bir vacib şablondur. İndividual məsələdir. Bəzilərində 6 saat ola bilər, bəzilərində hətta 1 saat. ADA Universitetinin xüsusi bir çətinliyi var. Yəni, çox abituriyentlər narahatdır ki, burada ingilis dilində təhsil olur. Səncə bu ingilis dilli dərslər nə qədər təşkil edir? Mən bu sualı cavablandırarkən ancaq hüquq müstəvisindən, yəni hüquqşünaslıq ixtisası müstəvisindən cavablandıracağam. Çünki bildiyiniz kimi mən də hüquq ixtisasında təhsil alıram, hüquqşünaslıq ixtisasında və ADA-da ümumiyyətcə bildiyiniz kimi dərslərin əksəriyyəti ingilis dilində keçilir. Lakin hüquqşünaslıq ixtisası, hansı ki ADA-da təklif olunan, belə deyək, ixtisaslar üzrə nisbətən gəncdir. Digərlərindən məhz bu bilingual xüsusiyyətinə görə, yəni ikili dilli xüsusiyyətinə görə fərqlənir. Belə ki, dərslərin faiz ortalaması nisbəti ilə desək, hardasa 70% Azərbaycan dilində, yerdə qalan 30% isə ingilis dilində tədris olunur.
Bunun üstünlüyü nədən ibarətdir deyə soruşa bilərsiniz. Çünki bildiyiniz kimi hüquqşünaslıq ixtisası elə bir ixtisasdır ki, əgər tələbə Azərbaycanda qalıb, Azərbaycanda fəaliyyət göstərməyi öz qarşısına məqsəd qoymuşdursa, bu zaman Azərbaycan qanunvericiliyini, onun belə deyək, dərinliklərini məhz Azərbaycan dilində bilməlidir. Çünki bu tətbiq dili də Azərbaycan dilidir. Məhz bu baxımdan adanın təklif etdiyi bu həm Azərbaycan, həm ingilis dilli təhsil düşünürəm ki, tutulmuş doğru addımdır. Qaldı ki, ingilis dili tərəfinə dərslərin yerdə qalan 30%, hansı ki, daha çox mahiyyət etibarı ilə beynəməldir, yəni daha çox beynəlxalq xarakter daşıyır. Bunlara fundamental hüquqlar, yəni insan hüquqları, public international law, yəni bizim tanıdığımız beynəlxalq hüquq və bununla yanaşı digər beynəlxalq xarakterli hüquqlar daxildir ki, bunlar ingilis dilində tədris olunur. Qaldı ki, çətinlik məsələsinə mən düşünürəm ki, keyfiyyətli bir iş çətin olmadan ərsəyə gəlmir. Buna görə əsas fokuslanılmalı məsələ çətinlik yox, sonda məhsuldarlıqdır ki, mən bundan hansı məhsulu, hansı belə deyək, faydanı əldə edəcəyəm. Bu tərəfə fokuslansaq daha yaxşı olar deyə düşünürəm. Bu il yəqin sən də xəbərlərdə gördün ki, 43 nəfər səhv eləmirəmsə buraxılış imtahanlarından 300 bal toplayıb. Bu da o deməkdir ki, 3-cü qrupda ballar yüksək olacaq və yüksək ballı tələbələrin bir çoxu da hüquq fakültəsini seçir. Səncə hansı xarakter xüsusiyyəti olmalıdır gələcək hüquqşünasların? Çox gözəl sualdır əslində. Mən bu sualı belə təhrif edib və cavab vermək istərdim ki, hüquqşünas olmaq üçün necə olmaq lazımdır? Mən düşünürəm ki, yəni hüquqşünas xarakterinə malik olan insan çox çətin hallarda sonradan formalaşa bilər. Bu sanki bir daxildən gələn bir, necə deyərlər, bir hissdirmi, bir xüsusi xarakter, istedaddır ki, bu kiçiklikdən özünü göstərir. Hüquqşünas kimi doğulmaq lazımdır belə. Eynən hüquqşünas kimi deyə düşünürəm, doğulmaq lazımdır. Lakin sözsüz ki, bəziləri mənimlə razılaşmaya bilər, amma istisnalar da var, təbii ki, hər dəfə olduğu kimi. Bəs yaxşı, necə doğulmaq lazımdır, belə deyək, necə hüquqşünas olmaq lazımdır? Məncə hüquqşünas olan şəxs normal insanlardan bir növ fərqli olmalıdır. Yəni həyata baxışı, qarşısına çıxdığı maneələrə baxış bucağı fərqli olmalıdır, onları həll etmə iqtidarında olmalıdır. Buna potensiala sahib bir insan olmalıdır. Və düşünürəm ki, bunların əsasında da punktuallıq gəlir. Yəni hüquqşünas sözsüz mən düşünürəm ki, punktual olmalıdır, dəqiq olmalıdır, sistemli bir şəxsiyyət olmalıdır. Və bununla yanaşı mən bu ifadəni çox sevirəm. Əsl hüquqşünas ətrafına baxmaqla kifayətlənməməlidir. Yəni baxmaq kifayət etmir. Görməyi bacaran bir şəxs olmalıdır. Yəni hər hansı bir məsələyə, hansı ki, gündəlik həyatımızın, məişət həyatımızın normal bir hadisəsidir, bir prosesidir. Hamı eyni cür baxdıqda əsl hüquqşünas ona fərqli cür baxmağı, onu analiz etməyə bacarmalıdır. Və digər bir xüsusiyyət də məhz bu analitik və kritik düşüncəyə sahib olmaq xüsusiyyətidir ki, məncə əsl hüquqşünas elə məhz bu xarakterlər edir. Mənim bir sözüm var, hər dəfə deyirəm ki, əgər hüquqşünas olmaq istəyirsə, uşaqlıqdan hakimin çəkici ilə gəzməlidir evdə. Yəni bu uşaqlıqdan gələn bir şeydir. Bəs keçək digər suala. Sən yüksək bal toplamısan, 671 balla qəbul olmusan universitetə. Qarşısında nə qədər hüquq fakültələri var, fərqli universitetlərin hüquq fakültələri var. Amma niyə məhz adanı seçdin? Bunun avantajları nələrdir? Aha, gözəl sualdır. Təbii ki, mənim bu sualı cavablandırdıqda bir növ adanı övməyim və avantajlarını deməyim əziz izləyicilərimizə fərqli təəssürat bağışlamasın. Təbii ki, burada məqsədim digər universitetlərin hüquq fakültələrini bir növ arxa planda qoymaq, qaralamaq deyil. Lakin niyə ada, bir hüquqşünas niyə adanı seçməlidir və avantajları nədir? İlk olaraq buna istəyirəm bir hüquqşünas kimi yox, bir tələbə kimi niyə ada sualına cavab verim. Ada Universiteti ölkəmizdə nadir universitetlərdəndir ki, yəni ən azından mən belə hesab edirəm ki, həm tələbəyə təklif etdiyi sosial həyat, əyləncəli sosial həyat və sosiallaşmaq imkanları, bununla yanaşı keyfiyyətli akademik heyət vacib faktorlardandır ki, bir tələbə adanı seçməlidir. Bununla yanaşı mən adadakı mühiti daha çox sevirəm. Bu mühitin dedikdə isə mən ən çox azad mühiti nəzərdə tuturam. Yəni mənim üçün əsas kriteriyalardan, həyat fəlsəfələrindən biri də məhz bu
ruhən azadlıqdır və mən həqiqətən bu gün çox xoşbəxtəm ki, seçdiyim Ada Universitetində bu azadlıqla təmin olunuram. Bir hüquqşünas kimi onda cavab verim ki, bəs bir hüquqşünas üçün Ada Universitetinin avantajları nədir? İlk olaraq bayaq da cavablandırmışdım. Ada Universiteti hüquqşünaslıq ixtisasını ikili dildə, bilingual şəkildə təqdim edir və bu baxımdan bir adada yetişən bir hüquqşünas həm Azərbaycan hüquq sisteminin tələblərinə, həm də beynəlxalq hüququn tələb etdiyi ortama uyğun formalaşmış bir hüquqşünas kimi yetişir. Bu çox vacib bir faktordur. Yəni bir hüquqşünas, mən adanın yetişdirdiyi hüquqşünası tək Azərbaycan hüquqşünası yox, bir dünyəvi hüquqşünas hesab edirəm. Bu baxımdan yaxşıdır. Düşünürəm ki, Azərbaycan universitetləri arasında bunu belə deyək, təklif edən universitetlərin sayı kifayət qədər azdır. Hətta flaqman bu baxımdan Adanı hesab edirəm. Bununla yanaşı Ada Universitetinin müəllim kontingenti, xüsusilə hüquq müəllim kontingenti çox mükəmməldir deyə düşünürəm. Çünki işin həm nəzəri əsasları çox möhkəm formalaşdırılıb, çox yaxşı nəzəriyyəçi müəllimlər vardır ki, tədris edirlər müxtəlif fənləri və bununla yanaşı işin praktiki cəhətinə də çox önəm verilir. Yəni Ada Universiteti elə bir hüquqşünas yaradır ki, sanki o Azərbaycanda illər boyu formalaşmış, belə deyək, bir ifadə işlədəcəm, çərçivə hüquqşünas yetişdirməkdən qaçınır. Onun yerinə analitik düşüncə ilə zəngin olan və problem solver, yəni problem həll edən bir hüquqşünas yetişdirir. Bu baxımdan çox mən Adanın hüquq məktəbini alqışlayıram və orada olmaqdan xoşbəxtəm, belə deyim. Belə bir case götürək, onun üzərində danışaq. Məsələn, bir uşaqlığından bəri istəyir ki, prokuror olsun, bir spesifik bir iş istəyir. Səncə adada oxumanın nə kimi avantajı ola bilər? Gələcəkdə, yəni Azərbaycan dilində işləyəcəkdə, yəni Azərbaycan dilində hər şeyə Azərbaycan dilindən yanaşacaq. Səncə onun necə bir avantajı olacaq? Səncə 8000 ödəməyə dəyər, yəni buna görə? Əsas məsələ, tələbələri narahat edən məsələ. Bu suala belə aspektlə yanaşmağı istərdim. Yəni Ada Universiteti bayaq da qeyd etdim, həm işin nəzəri əsaslarını güclü möhkəmləndirib, həm də işin praktiki əsaslarını güclü möhkəmləndirib. Nə deməkdir bu? Yəni adada tədris edən müəllimlərin, indi ad çəkməyəcəm, bu etik sayılmaz, bir çoxu praktiki müəllimlərdir. Yəni onlar ölkənin belə deyək, ədliyyə orqanlarında, məhkəmələrində, prokurorluqda fəaliyyət göstərən səfirindən tutmuş nazirinə qədər, yəni bəli, doğru vurğuladın. Səfirindən tutmuş nazirinə qədər tədris edən müəllimlərdir və bu baxımdan uşaqlıqdan prokuror olmaq istəyən bir belə deyək, gəncin, daha sonra tələbənin adada olması onun üçün ona görə yaxşıdır ki, o həm praktiki mühitlə artıq universitet bitdikdən sonra yox, universitet dövründə qarşılaşacaq və o keyfiyyətli praktiki müəllimlərin təcrübələrini gördükcə ola biləcək ki, bu ixtisasa, yəni öz peşəsinə, prokurorluq peşəsinə olan marağı daha da artacaq və ona yönəlməyə artıq qəti şəkildə qarşısına məqsəd qoyacaq. Və yaxud da ola bilər ki, işin çətinliklərini görüb vaxtında fikrini dəyişəcək və hüququn digər sahələrinə yönələcək. Bu baxımdan bu üstünlüyü mən düşünürəm ki, həm də belə fikirləşmək olar ki, yəni digər kolleqalardan fərqlənəcək də ingilis dili bilməsi ilə. Sözsüz ki, mən belə cavablandırım sualını. Yəni hüquq yaşayan canlı bir cisimdir, bədəndir, belə deyək. It is a living body. Və bu xüsusiyyət nədən ibarətdir? Yəni onun canlı olması, onun daim inkişafda olması anlamına gəlir və inkişaf edən hüquq da bildiyiniz kimi, yəni dünyada bəzi beynəlxalq dillər var ki, BMT tərəfindən də bunlar beynəlxalq dil qismində qəbul edilmişdir və bütün yeniliklər dünya ictimaiyyətinə daha çox bu dillərdə təqdim olunur və bu baxımdan ingilis dilinin bilinməsi və ingilis dilli bir hüquqşünasın yetişməsi sözsüz ki, beynəlmiləl bir hüquqşünasın yetişməsi və canlı bir varlıq olan hüququn yeni tələblərinə daha tez adaptə olmağı xüsusiyyəti ilə təmin edəcək həmin şəxsləri. Bu baxımdan mən düşünürəm ki, vacib faktordur bu. Bir-iki Ada Universitetinin sistemi digərlərindən fərqlənir. Hətta müəllimləri belə seçmək olur. Səncə nə qədər effekt edir bu qiymət tələbələrin qiymətlərinə? Əslində yaxşı sualdır. Mən düşünürəm ki, bu suala necə cavab verim ki, səhv anlaşılmasın. Amma hər halda gəlin açıq olaq, səmimi olmaq istəyirəm sizdən ta. Bəlkə eşitmisiniz, belə bir ifadə var. Bəzi müəllimlərə deyirlər ki, bunlar easy A müəllimlərdir. Yəni ki, rahat A verən müəllimlərdir.
Və yaxud da bəziləri var ki, qiymət almaq daha çətindir. Yəni öncəliyi onun akademik göstəricisi, qiymətləri olan bir şagird üçün, bir tələbə üçün daha doğrusu, təbii ki, müəllim seçimi bu baxımdan daha yaxşıdır. Çünki digər tərəfi də var. Yəni elə tələbələr var ki, qiymət onları maraqlandırmır. Onlar üçün əsas aldığı təhsilin keyfiyyəti və bir növ yəqin ki, mənlə razılaşarsınız. Yəni ola bilər bir müəllim həddindən çox savadlıdır, digər tələbələrlə də yaxşı yola gedir, lakin insanlıq halıdır, xarakterlər uyğun gəlmir və yola getməyə bilər bir tələbə ilə və yaxud tələbə onu sevməyə bilər. Bu kimi hallarda həmin tələbəyə seçimin verilməsi düşünürəm ki, daha məqsədə uyğundur ki, o həm özünü azad hiss eləsin, ona seçim azadlığı dövrdən verilsin və o bir növ əgər akademik göstəriciləri onun üçün öncüldürsə, akademik göstəriciləri, tələblərinə uyğun olan bir müəllimi seçsin, easy müəllimləri seçsin. Keyfiyyətli bir dərs almaq istəyirsə, daha ona xarakterinə uyğunlaşan və keyfiyyətli dərs təqdim edən bir müəllimi seçsin. Yəni əvvəlcədən xarakterinə ya da hədəflərinə uyğun müəllimləri ona görə seçmək lazımdır. Çox gözəl, belə də düşünürəm ki, ifadə etmək olar. Ada Universitetinin daxilində klublar, könüllülük proqramları, həm universitetin xaricində də klublar və könüllülük proqramları var. Sən bunlara qoşulmağı tövsiyə edirsənmi? Həm də ki, beynəlxalq tədbirlər də var ki, sırf hüquq ixtisasına uyğundur. Məsələn, CESUP kimi ildə 43-cü yer olmuşdular, səhv eləmirəmsə, 805 universitet arasında haqqında nə düşünürsən? Səncə bunlara qatılmağa dəyərmi? Necə bir köməkliyi olur təhsildə ya da gələcək karyerada? Bəli. Bu sualı belə cavablandıraq. Könüllülük proqramlarına qoşulmaq, klublara qoşulmaq və sosial aktiv fəaliyyətlərlə məşğul olmaq tələbəyə bir növ o sosial həyatına töhfə verir. Və bununla yanaşı gəlin danmayaq ki, karyera inkişafında çox vacib faktorlardan biri olan network, yəni ətraf mühit, çevrə kimi də düşünə bilərik. Onun formalaşdırılmasında əsas rollarından birini oynayır. Çünki bildiyiniz kimi, yəni insan hər hansı bir karyerada irəliləmək üçün tək olmağa kifayət eləmir. Onun yaxşı çevrəsi, ətraf mühiti olmalıdır ki, bir-birinə dəstək olaraq bu yolları qalxsınlar və bu baxımdan düşünürəm ki, könüllülük proqramları və digər sadallanan bu aktivitelər tələbələri bu cəhətdən bir növ təmin edir və bununla yanaşı digər bir toxunmaq istədiyim məsələ də ondan ibarətdir ki, mən əziz tələbələrimizə və gələcəkdə tələbə olacaq şagirdlərimizə şiddətlə tövsiyə edirəm bu sosial aktiv olmağı. Lakin burada əsas bir növ hüquq tələbələrinə müraciətim və digər tələbələrə müraciətim odur ki, çalışsınlar ki, bu sosial həyat onların akademik həyatlarının da qarşısına keçməsin, bu balansı qoruyub saxlaya bilsinlər, bir növ qızıl nisbəti saxlaya bilsinlər. Gələk o beynəlxalq yarışlara, CESUP. Mən düşünürəm ki, hər bir hüquqşünasın, hüquq tələbəsinin daha doğrusu arzusu, xəyalıdır bu CESUP-da iştirak eləmək. CESUP Amerikada keçilir, ABŞ-də və bildiyimiz kimi, bilmirsinizsə də mən deyirəm, Ada Universitetinin yığma komandası respublika səviyyəsində keçirilən CESUP turnamentində birinci yerə layiq görüldülər. İkinci yerə Bakı Dövlət Universiteti var idi və disk gəldilər. Və o birinci yeri tutan Adanın yığma komandası, hansının ki, deyək, koçu mənim hal-hazırki fundamental hüquq müəllimimdir, keçmiş səfir, Meksikanın səfiri, adını deməyəcəm. Hal-hazırda onu tədris edir mənə fundamental hüquqları və onlar Amerikada bir çox dövlətlər arasında, hansı ki, bildiyiniz kimi beynəlxalq bir yarışdır, 43-cü yerə layiq görüldülər. Mən düşünürəm ki, bu kifayət qədər böyük bir nəticədir və adını demədiyimiz digər universitetdə, səhv etmirəmsə, illiklərdə idi belə 53-cü mü ya neçənci belə bir yerdə tutdu. Onları da həqiqətən alqışlayırıq, böyük bir nəticədir. Və birinci yeri Singapur, ikinci yeri isə Ukrayna yığma komandası tutmuşdu. Singapura uduzmuşdu Azərbaycan komandası. Mən Azərbaycan yığma komandasının bir növ, daha doğrusu Ada yığma komandasının bir növ bəxtsizliyi, şanslılığı kimi düşünürəm ki, çünki səhv etmirəmsə Amerika ilə qarşı-qarşıya gəlmişdi. Amerikadan bir çox komandalar iştirak edirdi. Onlarda ilk turnamentdə qalib gəlmiş, sonra
İkinci mərhələdə isə məhz elə Sinqapurla qarşı-qarşıya gəlmiş, Sinqapura məğlub olmuşlar. Mən düşünürəm ki, məhz 43-cü yerdə qərarlaşmağının bir səbəbi də budur. Yoxsa düşünürəm ki, daha irəlidə də ola bilərdilər. Hansı ki, bundan əvvəlki illər elə nəticələr göstərilib və hətta belə qeyd edim ki, adan yığma komandasından CESAP-da iştirak etmiş və yüksək nəticə əldə etmiş hal-hazırda bir xanım Ad Universitetində fəaliyyət göstərir, müəllim kimi tədris edir o da. Düşünürəm ki, bu çox həm sosial aktivitə kimi çox dəyərlidir, həm də ki, yaxşı xatirələrdir. Ad Universitetində birinci gəlmisən. Özünə nə məsləhət verərdin? Mən çox heyfsilənirəm həqiqətən ki, bunu əvvəlcədən bilmirdim ki, Ad Universitetinə hesab edirəm ki, əvvəlcədən bir dil kursuna gedib tanınmış dil diplomlarını alaraq gəlmək, buna təbii ki, IELTS və yaxud da ki, digər dillə bağlı olan imtahanlara aiddir. Onun vəsiqəsilə diplom ilə gəlsəydim və bildiyiniz kimi adada bir il əgər imtahan verirsiniz qəbul olduğunuz dövrdə, bəli, burada əgər müəyyən göstəriciləri keçsəniz, siz əsas təhsilə başlayırsınız. Əgər bu göstəriciləri keçmədiyiniz təqdirdə Foundation proqramı var ki, hansı ki, EAP adlanır. Burada İngilis dili həm şəxsi, həm də ki, belə deyək, akademik məqsədlər üçün öyrədilən, tədris olunan İngilis dili proqramıdır və buna başlayıb bir il və yaxud da ki, bir semestr boyunca dil tədrisi alırsınız. Mən düşünürəm ki, bir növ burada vaxt itirməsəydim, əvvəlcədən bir dil sertifikatı ilə adaya müraciət edib birbaş elə əsas təhsilə keçsəydim, daha mənim üçün səmərəli və vaxt baxımından qənaətbəxş olardı. Yəni fərqli baxışlar var. Yəni bəziləri IP-nin həqiqətən də effektiv olduğunu deyirlər. Yəni bunun haqqında ətraflı məlumat istəyənlər də elə kanalımızın birinci videosuna baxa bilərlər. Yəni çətinliyin danışdın, GPA ilə də oxuyursan. Bəs bu sənin sosial həyatına necə effekt edir? Yəni dostlarınla vaxt keçirirsənmi? Necə bir həyatın var? Aha. Yəqin ki, bir ifadə işlədəcəm. Bunu siz də bilirsiniz, əziz izləyicilər və sən də bilirsən. Nörd tələbə. Bilmirəm, düzgün çıxar demək bunu yoxsa yox. Türkçə qarşılığı inək tələbə. Açığı mən özüm haqqında deyəcəm. Mən o nörd tələbələrdən deyiləm. O inək tələbələrdən deyiləm. Heç olmaq da istəmirəm, heç onu da sevmirəm. Açığı mənə tanımayan insanlar, mənim akademik göstəricilərimi görəndə ilk elə mənə belə deyək, ön yarğıları, şübhələri bundan ibarət olur ki, mən əsl belə nörd tələbəyəm, amma yox, mən düşünürəm ki, insanın peşəsi ilə sosial həyatı nə qədər mahəng olsa da bir növ ayrılmalıdır bir-birindən. İş həyatı başqa, sosial həyat başqa. Və mən o nörd tələbələri sırf dərs üzərində ixtisaslaşmış və həyatımın qayəsinə dərsləri çevirir, hansı ki, dərsləri öz həyatının qayəsinə çevirir, o tələbələri bir növ yarımçıq hesab edirəm. Bir insan kimi yarımçıq hesab edirəm. Çünki biz ölümlü varlıqlarıq və həyat qısadır. Yaşamaq lazımdır. Yaşamaq lazımdır. Bizə nəyi var? Yaxşı yaşamaq lazımdır. Yaxşı yaşamaq deyəndə təbii ki, sosiallaşmaq, dost ortamı qurmaq, gəzmək, yemək, yeni həzlər kəşf eləmək, belə deyək. Bunlar çox vacib faktorlardır və mən özüm də belə bir tələbəyəm. Yəni mən düşünməyin ki, yüksək göstəricilərim var, bütün günü kitab üzərində qalmışam, ancaq oxuyuram, yox. Çox mənim rəngli həm tələbə həyatım var, həm sosial həyatım var, fərqli maraqlarım var, idman marağım var. Misal üçün mən professional şəkildə düzdür, hal-hazırda müəyyən müddətə dayandırmışam, lakin professional şəkildə basketbolla məşğul olmuşam. Bununla yanaşı digər idman növlərinə, misal üçün üzgüçülüyə, judoya marağım var. Bununla yanaşı bir növ incəsənətə də marağım var. İncəsənətdən rəsm əsərləri çəkməyi çox sevirəm. Belə əl qabiliyyətim də var. Düşünürəm kifayət qədər. Yəni öz professional bir rəssam olmasam belə, yəni özümə görə kifayət qədər özümü yaxşı hesab elədiyim əl işlərim var. Yəni mən çox belə sosial həyat keçirirəm deyə düşünürəm. Yəni haqqında ətraflı məlumat almaq istəyənlər də elə 2X Akademinin Instagram hesabına baxa bilər. Hüquq fakültəsinə başlayan tələbələrə hansı məsləhətləri verərdin? Qorxmayın. Qorxmayın, qorxmayın. Çünki yəni digər universitetlərdə bilmirəm necədir, belə deyək, onların metodologiyası, amma adada belədir ki, 4 illik əsas təhsil pillələrində ilk 2 il həddindən artıq çətindir. Dərslərin materialı, həcmi olduqca çoxdur və ilk olaraq şəxsən mən də o hissi yaşamışam. Yəni
hüquqa başlayanda bir növ materialların çoxluğu məni həqiqətən çox qorxutdu. Yəni mən necə çatdıracağam bunları, necə oxuyacağam. Amma çətinliyi inanın mənə ilk bir aydır. İlk bir aydan sonra görəcəksiniz yavaş-yavaş adapte olursunuz. Sonraki semestrlər, sonraki kurslar get-gedə işlər daha da asanlaşacaq və görəcəksiniz ki, qorxmalı bir şey yoxdur. Ona görə bir daha təkrarlayıram əziz hüquqşünaslıq ixtisasına yiyələnmək, onu seçmək istəyən gənclər, qorxmayın, qorxmayın, qorxmayın. Son olaraq 2X Akademinin izləyicilərinə nə demək istəyirsən? Açığı ilk olaraq sənə ünvanlamaq istəyirəm və sonra əziz izləyicilərə bu tipli kontentlərin olması həqiqətən təqdirə layiqdir. Çünki aramızda şəxsən mənim öz dövrümdə elə bir xidmət irəli sürən bir kanal deyim və yaxud da ki, hər hansı bir quruluş yox idi ki, mən oradan baxım, ADA Universiteti necədir, ADA Universitetin tələbə həyatı necədir, ixtisasa yiyələnmək üçün hansı keyfiyyətlər olmalıdır və s. və ilaxır. Yəni bu baxımdan bir növ mən bir bilinməzliyin içinə gedirdim və burada öz yolumu, öz cığırımı bir növ özüm tapmalı olurdum. Amma gənclərimiz üçün ilk olaraq sizə öz təşəkkürümü çatdırıram ki, belə bir imkan yaradırsınız ki, onlar sırf bu işin içində, prosesdə olan tələbələrdən, gənclərdən bir növ praktiki və digər dəyərli məlumatları ilkin olaraq alırlar. Bu bir növ onların öz ixtisas seçiminə də mən düşünürəm ki, müsbət təsir göstərir ki, indidən görürlər ki, vəziyyət necədir burada, həqiqətən mən bu, belə deyək, tələblərə cavab verə bilirəmmi, mən hüquqşünas olsam hara qədər yüksələcəm və yaxud da ki, yüksələ bilməyəcəm. Yəni öz potensialların bir növ dəyərləndirirlər və seçim etməyə kömək edir. Ona görə təşəkkürlər bir daha və əziz izləyicilərimizə son olaraq demək istədiyim məsələ ondan ibarətdir ki, çalışın həyatınızda uğurlu insan olmağa çalışın. Amma bu uğurlu olmaq sizin həyatınızın qayəsi olmasın. Bundan əvvəlcə siz xoşbəxt olmağa çalışın. Xoşbəxtliyi harda tapsanız, mən düşünürəm ki, uğuru da orada tapacaqsınız. Və bu xoşbəxtliyə, uğura çatmaq üçün də ən əsas məsələlərdən biri inam və inamla bərabər şəkildə çox çalışmaq və çox çalışmaqdır. Yəni bir növ hazırda beynəlxalq arenada çox müzakirələrə səbəb olan bir, nə deyək, debat vardır ki, uğur, yüksək nailiyyətlər əldə etmək, bu nature or nurture, yəni təbiətdən, insanın doğuşdan gələn bir istedadı, fitri istedadırdırmı, yoxsa onun ətraf mühitinin ona təsiri, çox çalışmağı nəticəsində əldə olunan bir üstünlükdürmü? Mən düşünürəm ki, təbii ki, nature, yəni bir təbiətdən gələn istedadın da bir növ əhəmiyyəti vardır, lakin bunu müqayisə etsək digəri ilə mən bu faiz nisbətini 30-un 70-ə kimi görürəm. Yəni düşünürəm ki, çox çalışmaq uğurun əsas açarıdır. Bu baxımdan əziz dostlarım, əziz izləyicilərimiz, çox çalışın, uğurlu insan olun, xoşbəxt insan olun. Təşəkkür edirəm. Təşəkkürlər Nihat. İmtahanların arasında bizə vaxt ayırdın. Təşəkkür edirəm, xoşdur.